və bir dəfə yaxınlaşdım. Bizdə orada ot tayası var. Ot tayası həmişə mənə maraqlı idi. Otdan bir hissə götürürdüm, yandırırdım və o quru ot olduğuna görə sürətlə yanırdı və mənim xoşuma gəlirdi. Bir dəfə nəsə yaxınlaşdım ot tayasına. Qərara gəldim ki, ot tayasının özünü yandırım və sonra o yanmağa başlayanda tez onu başlayım söndürməyə. Nəsə yaxınlaşdım, heç kəs məni görmür. Ot tayasını yandırdım və o qədər sürətlə bu alışdı ki, mən onu söndürə bilmədim. Söndürə bilmədim, nə etmək lazımdır? Problemlə üzləşmirsən, həll edə bilmirsən, qaçmaq lazımdır. Və orada da mən qaçdım. Ot tayası yandı. Ot tayasının yanında dam var idi. Dam yandı. Bütün kənd cəmaatı gəldi, hamısı kömək elədi. Bildilər siz yandırmısınız? Onu söndürdülər. Təbii ki, kim bunu yandırıb? Dələduz, nə bilim, Dəcəlli edən Rövşən. Nəsə gəldilər, düşdülər üstümə. Axşam vaxtı babam gəldi. Mən biraz narahat oldum. Kimdi kişi qışqıracaq, nəsə də bir acıqlanacaq. Dedi ki, yox, heç bir işiniz olmasın, uşaqdır. Yəni bilməyib eləyib. Uşaq düşüncəsi fərqli olur da. Nəsə yenilik istədim, bir fərqli istədim. İnternet yox, sosial şəbəkə yox. Bəlkə də o vaxtı bu sosialın olmamağının mənfi tərəfi də bu idi. Ot tayasını yandırırsan. Bir var internetdə baxırsan nəyəsə. Ot tayasını yandırmaq. Ot tayasını internetdə yandırırsan kompüter oyununda. O vaxtı öz enerjimizi bu cür çıxardırdıq.